Yanımıza göndərilən əziz dostlar və qardaşlar, Hyundai avtomobilinin yağ nasosudur, balans valından bir yerdə olan. Motoru yığıblar, qoyublar üstünə, Allah xeyirlərin versin, amma təzyiq olmayıb. Ona görə də yenidən söküb göndəriblər bizim yanımıza. İnşallah ki, Allahın izni ilə yığıb təhvil verəcəyik müştərimizə. Birinci növbədə klad işləri ürəkaçan deyil. Baxın yeyintilərlə nə dərəcədə yeyintili olduğunu görürsünüz. Daha sonra qabaqda bir dənəsi normal qalıb, arxalarda yeyintilər var. Sonra isə valın biri ümumiyyətlə yaramır. Çox möhkəm cızığı var ortasından. Hələ ilişir. Avtomobilimizdə reduksiyonlu klapan düzələcək. Daha sonra klad işləri yenisi ilə əvəz olunub, orijinal qoyulacaq. Valın biri dəyişiləcək, müştərimizə təhvil veriləcək inşallah. Amma əziz dostlar və qardaşlar, bu o demək deyil ki, yağ təzyiqinin birbaşa buna dəlaləti var. Dostlar və qardaşlar, yağ təzyiqi xüsusən düzdür, nasoslarda olur. Amma mühərrikdə də elə yerlərdə, elə nüanslar var ki, elə buraxılmış yerlər ola bilər ki, orada təzyiq itkisi geçsin. Ona görə də hər şeyi sırf nasosun üstünə atmaq olmaz. Mənə zəhmət olmasa, bu bizim orijinal klad işlərimizdə yerləşdirəcəyik bunu nasosumuza. Valımızı dəyişəcəyik. Təbii ki, valın təzəsi olmur. Nasoslar bizdə yetəri qədərdir, əziz dostlar və qardaşlar. İnşallah ki, biz bu işlə məşğuluq. Tam səliqəli bir şəkildə yuyub, təmizləyib, yığıb, qoyacaq üstünə inşallah. Müştərimizə təhvil verəcək, hər şey qaydasında olur. Bu nasos parlyovkaya gedəcək. Bu nasos üzrə, bu val parlyovkaya gedəcək. Bu val isə dəyişiləcək. Çünki val həddindən artıq püskündədir. Bu valı üstünə qoymağının heç bir mənası yoxdur. İtki ən çox buradan gelir. Bunu yığıb qoyduqdan sonra mühərrikdə yağ təzyiqi itkisi varsa, aşağıdırsa, orada artıq mühərrikin problemini axtaracaqlar ki, məsələ xarasındadır. İzləmədə qalın inşallah. Nasosu yığıb sizinlə paylaşacağıq. Dostlar, bu yaramayan valımız, bu isə əvəz etdiyimiz valdır. Tərtəmiz, güzgü kimi. Yəni biz müştəriyə demirik, gətirilməsən korpus yaramır. Mən nə bilim, dişlərdə yeyinti var, val yaramır. Da sizin yanınıza nəyə gətirib bunu? Ona görə gətirib. İnşallah ki, yığıb tərtəmiz. Təhvil verəcək. Bu valların həlli var, amma dəyməz əziz dostlar. Ona görə hazır vallarımız mövcud olur. İnşallah yuyub tərtəmiz, təmizləyib, havalayıb. Daha sonra isə yığıb, özümüzə aid olan işlərimizi görüb, verəcəyik müştərimizə. Çox güman ki, bizə zəng eləyəcək ki, təzyiq qalxıb. Çünki bu motorda 0,9 təzyiqlə işləyib motor. Deməli, əziz dostlar, vallar parlyov olunandan sonra təbii ki, birini dəyişdik. Yeni klad işlərdir, təptəzə. Yerləşdiririk bunu pastellərə. Mütləq bir şəkildə, əziz dostlar və qardaşlar, özü də remontlu deyil, standartdır. Standartdır, STD. Bunu biz hamısını buraya yerləşdiririk. İndi hərədə bir iş prinsipi var, hərə bir cür işləyir. Bilmirəm, mühərrik təmirçiləri bu boyda motoru yığırlar, karantinli, marantinli söhbət edirlər, nasosu gələndə qaçırlar. Səbəbin nə olduğunu mən bilmirəm. Şükürlər olsun Allahın böyüklüyünə, bu günə qədər yığdığımız motorların heç bir üstümüzə qayıtmayıb. Hamısına da yağ nasoslarını yığıb biz qoymuşuq. Müəyyən ustalar var ki, bizdən istəyiblər. Biz onlar üçün də inşallah ki, eləmişik. Nasos yığmışıq və yaxud da usta sən yığma, ver özümüz. Məsəl üçün yığaq. Klad işlərdə olub ki, mən ustalara vermişəm. Səpinə, əziz dostlar, bağlayacaq. Texniki xəta da ola bilir. Ustaların həyatında. Klad işlərin tam oturulması üçün bunu bağladıq. Deməli, yenidən baxırıq. Hər şey qaydasın. Yağla, əziz dostlar, bağlayırıq.
hissəsini. Amma bir hissəsini isə kremlə eləyəcəyik, əziz dostlar. İlkin xoddonmada sürtünmə güclü olmasın. Deməli, tək-tək baxırıq. Val xarab idi, əziz dostlar. Valı dəyişdik. Təzə olmasa da işlənmiş, ancaq normal bir val qoyduq. Metka səhvdir. Metka düzdür. Sonra bir dəfə qoyuruq. Əla, hər şey qaydası. Dəqiq baxırıq. Bəli, hər şey qaydasındadır inşallah. Necə lazımdırsa, odur. Stop elə. Bu kremlər, əziz dostlar və qardaşlar, sırf mühərrikin yığılması üçün nəzərdə tutulub. Səbəbi də budur ki, ilkin xoddonmada, hətta motorda yağ olmasa belə 15 kilometr ərzində sizin detallara heç bir problem yaranmayacaq inşallah Allahın izni. Qoyduq bunu bura. Yerləşdirdik. Oxlarımızı götürdük. Və ən əsası bizim qabaq əsas korpusumuzda hansı ki yağ təzyiqi davlenisi burada yaranır. Vallarda yox. Orada reduksiyonlu klapan xarab olur. Ona lazım olan işlərimizi görmüşük inşallah. Biz bunu qoyuruq basta rejimə və bağlayırıq. 1, 2, yoxlayırıq. 3, 4, 5, 6, 7. Siz bunu nə qədər sıxırsınız, sıxmırsınız fərqi yoxdur. Ana boltlar ki bağlananda sıxılma verir. Baxın əziz dostlar. Mühərriki mən yığanda sıfırdan. Sırf bu kremdən istifadə edirəm mən. İnşallah Liquimoilin də var, maz şəklində. Ondan da istifadə edirik. Dediyim kimi motora hətta yağ tökməmiş xoddasaz 15 kilometr ərzində motorda heç bir yeyinti olmur. İlkin xoddonmada sürtünmə güclü olduğuna görə çox keyfiyyətli yağdan istifadə etmək lazımdır. Hyundai Kia mühərriklərimizə mənim bir usta kimi stajımdan deməli soruşsaz, deyərdim ki 5-in 40-a normal, sintetik tərkəbi çox olan yağ tökün və inşallah ki heç vaxt problem yaşamayacaqsınız. Gördüyümüz kimi çox gözəl, əla, hər şey qaydasında. Necə lazımdırsa o cür onlarımız boşluğu yerindədir. Ölçülər vaxtında yetəri qədər ölçülüb əziz dostlar. Artıq bizə lazım deyil nüklün qədər istifadə etmək. Baxın, val özü fırlanır, görürsünüz. Yaxından çək. Yəni heç bir tutma. Hələ hətta bu krem ağır kremdir. Qoymur fırlanmağa. Baxın. Super. Hər şey qaydasında. İndi isə əsas olan bizim hansı ki görürük işimizi reduksiyonlu klapan bölümünü bağlayaq. Və dediyim kimi əziz dostlar, yağ təzyiqi bu hissədə bu şestrinaların arasında yaranır. Bunu yerləşdirmək öz yerinə. Bir balaca da korpusa yağ vurmaq lazımdır. Bu baş hissəsi tutmasın. Parilovka zamanı sizə görsədə bilmirəm. Çünki parilovka zamanı bizim yanımızda yox. Stanokda görülür əziz dostlar və qardaşlar. Amma görülür. Bağlayacağıq qabaq boltlarını da inşallah. Burada boltun biri uzun olur. Diqqətli olsun ustalarımız da. Bax bu bolt qabağında olur. Daha sonra verəcəyik müştərimizə, qoyacaqlar üstünə. Mən əminəm ki, əgər onların maşınında heç bir problem yoxdursa, onlarda hər şey qaydasında olmalıdır. Boltdan sıxmırıq. Gətiririk, qoyuruq metkasına və arxadan baxırıq, vallar düz qalmalı. Görürsünüz, düz qalmadı. Bir balaca düzəldirik valları. Düzəldəndən sonra burada bunun yeri var əziz dostlar. Görürsünüz nə qədər boşdur. Biz istəyən yerdə saxlayıb bərkidirik. Daha sonra sıxırıq inşallah.
Hər şey ideal. Əvəz olunmaz. Super. Daha sonra isə artıq 10 boltlar M6'lar zəif olduğuna görə pistolətlə sıxmaq yox. Elə əlimizlə sıxsaq kifayət qədərdir. İnşallah. Sıxırıq. Sıxırıq. Və bir-bir yoxlayırıq. Stop elə qardaş. Deməli 1 2 3 4 5 6 Yeniden getdik. 1 2 3 4 daha sonra 5 daha sonra 6. Fikir verin əziz dostlar. Qabaq korpus, orta korpus sıxılandan sonra belə əgər siz fırlayırsınız, qayıtmırsa problemdir. Bu qayıtmalıdır. Və belə. Sonra sentral boltu qoyuruq. Heç bir bolt qayqa sarıvat olanda tokara müraciət eləmirik. Nasosdan söhbət edir. Onun üçün xüsusi instrumentlər almışıq. Özümüz istifadə edirik. Mənə bir dənə yekə tuşotqa verəcəm olmasa. Stop elə. Reduksionlu klapanımızı da sıxırıq. Bu boltları yoxlamasaq da olar. Hər ehtimala qarşı birinin ikisini yoxlayırıq. Dediyim kimi sentral boltlar ki bağlanacaq, böyük filtrəli boltlar. Onlarla tutub bir dəfədə sıxırlar. Salam, boltların hamısı sıxıldı. Nasos ideal fırlanır, reduksionlu klapan təmir olunub, val dəyişilib, vallar paralöfq olunub, yeni vkladişlər qoyulub. Allahın izni ilə bu nasos niyə də işləməsin? Mən qabaqlar bütün ustalara yığırdım. Artıq demək olar ki, barmaqla sayacaq qədər ustalara iş görürəm. Və bir də ki, plus özüm yığdığım motorlara. Allah müştərisinə xeyir versin. Bu nasosu qardaşlar, mənim üçün fərqi yoxdur. Gətirmişsinizsə mənim yanıma. Qabaq korpus xarabdır, alt üst korpus xarabdır, valmı xarabdır, reduksionlu klanmam. Mən sizə göndərmirəm. Tam olaraq sıfırdan yığıb sizə verirəm, aparıb qoyursunuz üstünə. Qiymət isə cəmi cümlətinə 400 az indi. Nömrəniz isə 070 621 55 47. Diqqətinizə görə çox sağ olun.